Mən YouTube-a qayıtdığım üçün necə sevinirəm bilirsinizmi? Bura işıq düşür, mən elə bilirəm ki, gözüm çəp görünür. Bugün biz başlıqdan da gördüyünüz kimi bütün YouTuberların klassik sözü jurnalistikanın genziləşməsi, genzi jurnalistikasının haqqında danışacağıq və mən bilirəm ki, bəli biz daha əvvəl millenniallar üçün xəbərlər, qocalar, yaşlılar üçün jurnalistika və s. kimi terminlər heç vaxt istifadə etməmişik. Bu çox normaldır, çünki heç vaxt buna ehtiyac olmayıb. Amma nəticədə Amerikan mediasının, dünyanın bizə satdığı yeni bir etiket var. O da Z nəsli olmaq. Millennialları indiyə kimi belə satıblarmı bilmirəm, amma Z nəslinin çox yaxşı reklamının getdiyi çox bəllidir. Ona görə də jurnalistika və media mövzusunda kontent yaradan biri kimi mən bu mövzudan yan keçə bilməzdim. Ən azından ona görə ki, bu mövzu oradan çox maraqlı mövzudur. Deməli, əslində Z nəsli jurnalistikası deyilən bir termin akademiyada istifadə olunmayıb indiyə kimi, ən azından mənim gördüyüm qədərindən ki, bildiyiniz kimi bu kimi terminlər dilə daha çox akademik istifadədən sonra yavaş-yavaş keçməyə başlayır və yaxud da mediada istifadədən sonra keçməyə başlayır. Hərçənd ki, mən şəxsən çox görməmişəm, amma əminəm ki, Z nəsli jurnalistikası deyilən bir şey var. Çünki bunun elə birbaşa nümunələrini görmüşəm. İndi də videoda sizə ondan bəhs edəcəm əlbəttə. Z nəsli jurnalistikası adlı bir terminin yaranma səbəblərindən biri kimi Z nəslinin medianın əllərindən sürüşüb getməyini misal göstərə bilərik. Çünki artıq Z nəsli belə bildirir ki, və yaxud da araşdırmalarda belə görünür ki, yeni nəsil, xüsusən də artıq 20'li yaşlarda olan, artıq young adult dediyimiz, yeni yetkin hissəsinə başlayan gənclər xəbərlər oxumağı sevmirlər, xəbər oxumağa vaxt ayırmaq istəmirlər. Bu onlara çox neqativ gəlir, çox pessimist gəlir və s. Və elə bu dediyim sözdə bunun açıqlamasıdır ki, doğrudan da bir auditoriya kimi Z nəsli bir çox medianın auditoriyasında artıq yoxdur. Heç vaxt olmayıb və yaxud da və bundan sonra da olmayacaq. Çünki onlar üçün həmin medianın, media qurumunun seçdiyi dil, narrativlər, hekayələr, xəbərlərin verilmə tərzi və tonu olduqca yorucudur. Buna görə də nə oldu? Z nəslinin nümayəndələri öz nəslinin nümayəndələri üçün, digər nümayəndələri üçün, öz yaşıdları üçün yeni tonda, yeni stildə, yeni narrativlərə əsaslanaraq xəbərləri çatdırmağa, dünyanın problemlərini danışmağa başladılar. Bu əlbəttə Azərbaycanda nə qədər baş verib bilmirəm. Mən elə gəlir, mən görmüşəm TikTokda, Instagramda və s. mikrobloger olaraq bir çox gənc əslində öz yaşlıları üçün kifayət qədər çox kontent paylaşır və bu əladır və xahiş edirəm, əziz yaşlılar, gənclərin yolunu bağlamayın və onlara mız qoymayın. Bir dəfə də Azərbaycanlılar olaraq bildirmək istəyirəm. Bir dəfə də gəncləri dəstəkləyin xahiş edirəm. Təşəkkürlər. Kiçik bir haşiyəyə çıxmaq istədim. Məsələn, Reuters Digital News 2023 hesabatında bildirilir ki, 13-24 yaşlı gənclər artıq onların 1/3-də xəbərlərə qarşı marağın və inamın bitdiyini qeyd ediblər. Buna görə də bir növ onlar jurnalist pencəklərini geyinib öz yaşlıları üçün xəbərləri bildirməyə başlayıblar dediyim kimi. Z nəslinin jurnalistikaya qatdığı şeylər heç də az deyil. Birbaşa xəbər, qısa məzmun, birbaşa sözü dolandırmadan demək, pafosdan uzaq olmaq, yalnız zarafatlarla və həmin periodda hansı leksikona yeni söz əlavə edilibsə, onları deyərək insanları bir növ öz danışdıqları dildə, yaşıdlarına öz danışdıqları dildə cəlb eləyərək xəbərləri verməkləri əlbəttə ki, onların ən yaxşı tərəflərindən biridir. Digər bir tərəf isə Z nəslinin inklüzivliyə, yəni daha çox insanı, hətta hər növ, hər qrupdan olan insanı öz hekayələrində include etmək dediyimiz, yəni daxil etməyə çalışmaları onların digər bir önəmli xüsusiyyətlərindən biridir. Çünki jurnalistika məncə və mən elə gəlir ki, yalnız məncə olmamalıdır. Yəni etik olmalıdır, bu hamımız bilirik. Hərçənd ki, jurnalistikada etik şəkildə fəaliyyət göstərmək heç də hər kəsin prioriteti deyil, amma jurnalistika həm də inklüziv olmalıdır. Jurnalistika qrupları, hansısa müəyyən qrupları hədəf göstərməməlidir. Əksinə onların hekayələrini verməlidir. Jurnalistika insanları bir-birinə düşürtməməlidir. İnsanları bir-birinə nifrət elətdirməməlidir. Polarizasiya yaratmamalıdır, qütbləşmə yaratmamalıdır. Əksinə qütbləri bir-birinə yaxınlaşdırmalıdır. Bir-birinə baya salmalıdır, düz deyil. Və Z nəslində görürük ki, bu onlarda az da olsa uğurla müşahidə edilir. Həmin o Reuters Digital News hesabatının yazıçılarından biri olan Newman qeyd edib ki, 2022-ci ildə artıq Z nəsli jurnalistikasına məşğul olan gənclər YouTube Shorts, Instagram Reels, TikTok videoları sayəsində öz qısa birbaşa məzmunlarını yaşıdlarına ötürməyə çalışırlar. Bu onlara o imkanı verir ki, onlar
bu gündəm təyin etmə nəzəriyyəsi dediyimiz buna ilişib qalmırlar. Əgər onların deyəsi sözü varsa, bu platformalar onlara imkan verir ki, istədikləri vaxt öz yaşlılarına çata bilsinlər və öz xəbərlərini verə bilsinlər. Və əlbəttə diqqət çəkən məzmunların hər zaman yaxşı pul gətirəcəyini də bilən media qurumları artıq çalışırlar ki, öz reportajlarında mütləq şəkildə sosial mediada əks etdirirlərsə, bu halda shortlardan, reelslərdən, TikTok videolardan istifadə etsinlər. Məsələn, mənim gördüyümdən Al Jazeera, Deutsche Welle və BBC kimi, həmçinin də CNN səhv etmirəmsə, bu kimi kanallar, media qurumları çalışırlar ki, hər zaman hansısa bir xəbəri cover eləyirlərsə, yəni hansısa bir xəbər haqqında yazırlarsa, mütləq şəkildə onu sosial mediada görünürlüyünü də sağlasınlar, xüsusən də bu cürə vertikal dediyimiz videolardan çəkərək. The Washington Post isə TikTokda yaratdığı kontentlərlə yalnız xəbərləri canlandırmır, eyni zamanda trendlərə uyğunlaşır, hansısa bir tamaşa formatında kontent yaradır və s. Onlara baxmaq istəsəz mütləq şəkildə onları da TikTokda axtarmağı unutmayın. Sosial məsələlər və aktivizmə gəldikdə isə bilirik ki, jurnalistika aktivizmlə qarışdırılmamalıdır və buradakı incə xətti bir çox jurnalist bəzən keçə bilir. Onları qınaya bilərəmmi bilmirəm. Məncə qınamamalıyıq, amma ümumiyyətlə belə düşünür ki, aktivizm jurnalistika deyil, jurnalistika aktivizm deyil. Amma Z nəsli gəncləri düşünür ki, yox, tərəf tutmaq, açıq şəkildə tərəfli olduğunu bildirmək və hansı tərəfi nə üçün tutduğunu bildirmək, həmçinin aktivizm fəaliyyəti eləmək bu hissənin, bu fəaliyyətin, bu jurnalistika peşəsinin bir hissəsidir. Düzdür, onlar bunu heç bir yerdə belə açıq yazmayıblar, amma ümumi olaraq deyə bilərik ki, bu kontent yaradan və jurnalistika ilə, vətəndaş jurnalistikasına məşğul olan bir çox Z nəsli nümayəndəsi məhz öz aktivistliklərini və aktivist olduqları mövzuları, aktiv olduğu mövzuları, hansı tərəf tutduqlarını açıq şəkildə bildirməkdən çəkinmirlər. Çünki onlar üçün düşüncə budur ki, biz bunu bildirməliyik ki, digər insanlar da öz aramızda çəkək və daha düzgün, daha yaxşı bir gələcək üçün vuruşaq, bir yerdə vuruşaq. Deyə bilərsiniz ki, əşi bizim dövrümüzdə də biz də elədik, dəliqanlılıqdandır, coşurlar, nə bilim, nə edirlər və s. ola bilər, amma Pew Tədqiqat Mərkəzi 2020-ci ildə bir hesabat yayımlayıb və bu hesabatda qeyd edilib ki, Z nəsli indiyə qədər gəlmiş etnik olaraq ən rəngli, ən qarışıq və diverse dediyimiz daha fərqli, eyni şəkildə də təhsil mövzusunda ən savadlı nəsildir. Yəni onların aktivistliyə can atmaqları ya doğrudan yüksək ictimai şura, siyasi şura sahib olmaqlarından və yaxud da sadəcə olaraq dəliqanlılıqdandır. Amma mənə elə gəlir ki, birincisindəndir. Çünki belə düşünə bilərik ki, Z nəsli digər nəsillərə nəzərən ədalətsizliyə və haqsızlığa qarşı daha az toleranslıdırlar və onlar davamlı olaraq ədalət üçün mübarizə aparmağa daha ürəklidirlər, daha can qoymağa hazırdılar. Buna görə deyə bilər ki, Z nəsli bəzən elə ən alternativ mövzulara fokuslanan və ən alternativ mövzuları mainstream medianın gündəminə gətirən nəsillərdən biridir və bəlkə də ilkidir, təkidir. Çünki bəzən biznesmen olaraq düşünən və öz medianın yalnız finansal, yəni iqtisadi maraqlarını güdən media direktorunun maraqlanmadığı mövzular, inklüzivlik mövzuları, ətraf mühit mövzuları, heyvan haqları mövzuları, insan haqları mövzuları bəzən Z nəslinin gündəminin düz ortasında ola bilər. Məsələn, Teen Vogue adında, əslində Vogue-u bilirik ki, dəb jurnalıdır və Teen Vogue-da onun bir alt hissəsi kimi yalnız yeniyetmələrə fokuslanan bir jurnaldır. 2018-ci ildən bəri Teen Vogue xüsusən də iqlim dəyişikliyi, iqlim ədaləti, sosial ədalət və aktivizmlə bağlı, siyasi mövzularla bağlı kontentlər təqdim eləyir və öz auditoriyası ilə belə uyğunlaşır. Mərkəzi və Şərqi Avropa ölkələrində də hətta Gen Z-yə, yəni Z nəslinə uyğunlaşan yeni növ media qurumları yaranıb. Məsələn, Mərkəzi Avropada Gen Z adlı yeni bir jurnal media qurumu var. Bundan əlavə Gen 4 adlı Rumeniyada bir media qurumu yaranıb. Bu Gen Z və Gen 4 bir-birinə yaxın bacı media orqanları deyə bilərik. Həmçinin Diez adında Moldovada sırf gənclərdən ibarət olan və hətta Z nəslinə, gəncləri ətrafına yığan bir media qurumudur. Yəni bir sözlə, jurnalistikanın gələcəyi təkcə trendlərə uyğunlaşmaq, biznes xəbərləri verib daha çox klik almaq deyil əlbəttə. Şükür ki, deyil. Jurnalistikanın gələcəyi daha çox Z nəslinin bizə verdiyi ilham budur ki, ədalətə, inklüzivliyə, yəni hər kəsi içərisinə daxil etməyə və həm məlumat verən, həm də ilhamlandıran məzmunlara imza atmaqdan ibarətdir. İdeal halda isə biz, yəni mən, Azərbaycanda tək tipli mediadan başqa gənclərin özlərinə uyğun platformalar yaratmağının çox həvəsindəyəm və çox istəyirəm ki, bunu daha çox görək. Özümdən misal verəsi olsam, mən 2016-cı ildən bəri bloq yazıram. Çünki mənim maraqlarıma uyğunlaşan media platforması tapa bilməmişəm.
bu günə qədər tapa bilməmişəm. Çünki mən o vaxtlar musiqi jurnalistikası haqqında yazmaq istirdim, incəsənət haqqında yazmaq istirdim. İncəsənət mövzusunda olan jurnallar yox idi, əlbəttə var idi, saytlar var idi, çox məşhur saytlar, mainstream media kanalları var idi. Amma onlar mənim mövzularıma maraqlı idilərmi? Yox, çünki mən öz yaşlarım üçün yazırdım, öz maraqlarımdan yazırdım. Yəni özüm maraqlandığı müğənnilər, cərəyanlar haqqında yazırdım və mən heç bu mainstream medianın auditoriyası olmadığım üçün onlara da öz daxillərində mənim kimi bir gənc olmaq maraqlı deyildi, gəncin olmaq maraqlı deyildi və hətta yadıma düşür bir dəfə çox məşhur kanallardan biri mənim bloqumu oxuyub, yəni oradakı redaktorlardan biri mənim bloqumu oxuyub, mənim onlar üçün bir yazı yazmamı istəmişdi və qonorar olacağını demişdi. Sonra yazımı paylaşıb qonorarımı verməmişlər. Məsələn, belə şeylər baş verir. Ona görə də Azərbaycan mediası yalnız tək tipli deyil, həm də bəzən çox qəlb qırıcıdırlar, insanın qolunu, qanadını qırıcıdırlar. Ona görə də nə etmək lazımdır? Fikir verməmək lazımdır. Öz işinin arxasınca getmək lazımdır. Özünü bu sahədə mütəxəssis eləmək üçün çalışmaq lazımdır, inkişaf etdirmək lazımdır və qulaqlarını bağlamaq lazımdır. İndiki Z nəslinə, jurnalistika sahəsində, media sahəsində nəsə etmək istəyən Z nəslinə bir məsləhət verəsi olsaydım, deyərdim ki, gözünü və qulağını bağla və nə edirsənsə onu eləməyə davam elə. Çünki onlar düzləsi deyillər. Heç olmazsa sən özünə bir gələcək yaratmağa çalış. Və bu günlük bu qədər. Ümidvaram ki, YouTube-a qayıdıb. Bu arada mənim görəsən bütün video ərzində gözümə işıqma düşüb. Çünki mən kameraya baxırdım və eynəyimə necə bir işıq düşdüyündən fərqində deyildim. Ümid edirəm ki, bu gözüm bütün yaşılı görünməyib. Amma desən görünüb. Önəmli deyil. Eyb yox. Biz keçmişik artıq bu mövzulara. Önəmli olan məzmunun keyfiyyətidir. Boş verin. Və bəli, ümidvaram ki, YouTube-a qayıtmağıma ən az mən qədər siz də sevinmisiniz. Bunu nə qədər uzun müddət davam etdirə biləcəm bilmirəm. Çünki edit eləmək sevdiyim bir şey olmaqdan artıq çıxıb. Məni yorur. Adobe Premium crack idi deyə artıq normal işləmir. Ona görə biraz çətindir. Amma ümidvaram ki, bəyəndiniz. Komment yazmağı, yəni şərh yazmağı, like eləməyi, kimləsə bölüşməyi unutmayın. Çünki YouTuberları var eləyən budur. Onsuz da bir qəpik pul qazanmır. Onsuz da bundan məşhurluq da yoxdur. Heç olmasa siz like eləyin, heç olmasa siz dəstək verin. Özünüzə yaxşı baxın. Dinlənilmək ümidi ilə.